Əlxan Məhərrəmoğlu 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın gəlmişəm Mingəçevir şəhərinə. Uzun müddət Mingəçevir şəhər sakiniyəm. Mingəçevir şəhərində yaşayıram. Azinko şirkətində qaynası vəzifəsində işləyirdim. Həmin 2011-ci il avqust ayının 13-dən mən Azinko şirkətində qaynaqçı işləyərkən onurğa sütunundan xəsarət aldım. Xəsarət aldığım gündən sex rəisi tərəfindən, müdiriyyət tərəfindən müraciətlər etdim ki, mən xəsarət almışam, məni təcili yardım çağırın. Təcili yardım çağırmadan yol maşını ilə məni xəstəxanaya apardılar. Orada da mənə yolda gedəndə dedilər ki, heç bir aidiyyəti qurumlara müraciətlər etmək, şikayətlər etməklə biz sənə nə lazımsa köməklik göstərəcəyik, maddi mənəvi cəhətdən köməkliklər göstərəcəklər. Mən də bunların dedikləri sözlərə inandım. Hal-hazırda indiyənə kimi də heç bir Azinko şirkətindən nə maddi cəhətdən, nə mənəvi cəhətdən köməklər görmürəm. 2013-cü ildən pensiya düzəltmişdim xəstəxanalarda yata-yata. Həmin pensiyalarımı alırdım. 2021-ci ildə də Əmək və Əhali Sosial Nazirliyi Sahil Babayev gələndən sonra əmək xəsarətlə bağlı aldığım 2-ci qrup pensiyam dayanmışdı. Heç bir yerdən də gəlirim yoxdur, qalmağa yerim yoxdur. Küçələrdə gecələr küçələrdə qalıram. Aidiyyəti orqanlardan tələbim budur ki, xahişim budur ki, mənə xahiş edirəm, heç olmasa dövlətin bağlasında olan yataqxanalardan bir dənə sığınacaq yer versinlər. O soyuqlu havada qalmaqdansa, küləkli havada, çöllərdə qalmaqdansa, həmin otağın içində bir isti çay içeyim, isti yemək yemək. Bir ildən artıqdır ki, küçələrdə gecələyirəm, heç bir yerdə qalmağa yerim yoxdur. 2023-cü ildə insult keçirmişəm. Bu insult keçirməklə bağlı xəstəliyimə baxmayaraq küçələrdə gecələyirəm. 2023-cü ildə insult keçirmişəm. Dostluq Parkı deyilən bir ərazidə gecə gəzərkən yıxılmışam. Narkomanlar tərəfindən kutkamı çıxardıblar. Cibində 2 dənə mənə məxsus olan telefonlarım var idi. Galaxy A8, Redmi 7 adlı telefonlarım var idi. Bu telefonların da içində nömrələrim var idi. SIM nömrəylə cin nömrələrim var idi. Hələ bunlardan bir xəbər yoxdur. Aidiyyəti orqanlardan tələbim və xahişim budur ki, xahiş edirəm məni dövlətin balansında olan yataqxanalardan mənə bir otaqda olsa, heç olmasa yağışlı havadan, küləkli havadan bu xəstə vəziyyətimdə bir otaqda isti yerdə qalım. Aidiyyəti orqanlardan xahişim budur ki, mən dəfələrlə icra başçısına müraciətlər etmişəm. Mən şikəst vəziyyətində küçələrdə gecələyirəm. O soyuq havada, yağışlı küləkli havalarda dəfələrlə icra başçısına müraciətlər etmişəm. Mənə köməklik etməkdən boyun qaçırdır. Aidiyyəti orqanlardan xahişim budur ki, iş adamlarından xahişim budur ki, mənim bu şikəstliyimi nəzərə alıb, mənə maddi cəhətdən, mənəvi cəhətdən köməklər göstərsinlər ki, mən vaxtında dəvə dərmanlarımı alıb, müalicələrimi elətdirə bilim. Dövlət məmurlarından tələbim budur ki, xahiş edirəm, mənim köməklik göstərsinlər, mən dayanmış pensiyamı alıb, vaxtında müalicələrimi elətdirə bilim. Bir də dövlətin bağlasında olan yataqxanalardan heç olmasa mənə bir yer təşkil eləsinlər. İsti yerdə mən də qalmaq istəyirəm. Bu şikəst vəziyyətində soyuq havada qala bilmirəm. Əlaqə nömrəm də budur. 055 777 2095-dir. Aidiyyəti qurumlardan da xahiş edirəm ki, bu nömrə ilə əlaqə yaratsınlar. Mən əgər hansı vəziyyətdə olduğumu canlı öz gözlərindən görsünlər.